uşağın bir dənə acı soğan ver, dişləsin, başlayacaq ağlamağa. Elədir. Amma böyük adam nə edir? İştaha ilə qışda oturur yeməyin yanında onu yeyir. Acıdır axı. Yandırır, amma ləzzət eləyirsən, elədir. O acılığı sən ləzzət görürsən, amma balaca uşaq nədir? Onu ləzzət görmür, ikrah hissi ilə yanaşır ona. Yemək istəmir, çox pis gəlir ona. Çünki o uşaqdır. Ona görə ilahi imtahanlarda uşaqların işi deyil. Böyümək lazımdır. Ruh böyüməlidir. Böyüyəndən sonra artıq nə edəcək? Onun müqabilində dayananda bir nəfər danışdılar mənə. Dedilər, avtomobil qəzasında ailəsi düşmüşdü qəzaya. Deyir, hamımız gözləyirik ki, indi bu gəlib satacaq, onun ürəyi partlayacaq da burada. İndi bu gəldi, bura çatdı, bir təhər olacaq. Hamımız belə fokuslanmışıq. Deyir, gəldi, götürdü o bədəni, qaldırdı. Dedi, ilahi, sən vermişdin, sən də aldın. Mən səbr eləyəcəm. Yəni, mənim ağlamalıyam, ağlayacam, narahat olacam, övladımdır, mənim ona bağlılığım var, mən onu sevirəm, ona bağlılığım var. Buna görə nədir? O duyğular, o hisslər nədir? Onlar insani hisslərdir, Allah qoyub. Şəhid atasısan, ağlama, şəhid atası ağlaya bilməz. Boş düşmədir. Bunun ciyərparəsidir, necə ağlamasın? Bu normaldır. Hə, şivəni eləyib, ixtiyarı əldən vermək, üzvü cırasan, neyniyəsən, özvü gedəsən, öldürəsən, bu qəbul olunmur. Bu hasan olur, daxili aləm, əgər düz olanda, daxili aləmdə rahatlıq olanda bu şeyləri də başa düşür. Bunun arxasında hikməti başa düşür.